Həcə başlayaq səndən. Başlayaq mənim. Başlayaq. Deməli, canlılar neçə aləmə bölündü dedik? Dörd aləmə heyvanlar, bakteriyalar, göbələklər, bitkilər. Aha, heyvanlar aləmi neçə yarım aləmə bölündü? İki, biricə çox cəyrənlər. Tamam. Dedik insanda yetişmiş cins hüceyrəsində xromosom sayı nə qədər olacaq? 23. Aha. Orqan nədir? Bir və yaxud da bir neçə funksiyanı yerinə yetirən bədən üzvü. Tamam. Sən mənə de, insan orqanizmində cəmi neçə boşluq var idi? 11. Tamam. İnsan orqanizmində nə qədər orqanlar sistemi var idi? Tamam. Sümük boşluqları nə qədər idi? Yes. Hansılar idi? Kəllə boşluğu, göz yuvası boşluğu, burun, ağız, döş boşluğu, qarın boşluğu, tanaq boşluğu, onurğa kanalı boşluğu. Tamam. Əzələli boşluq nə qədər oldu? 3 dənə idi. Ürək yanı kisə, plevra, diafraqma. Tamam. Sən mənə de, sistemlər hansılar idi? 10 sistem var idi. Sümük sistemi, əzələ sistemi, örtük sistemi, sinir sistemi, endokrin sistem, ifrazat sistemi, cinsiyyət sistemi, tənəffüs damar, həzm. Tamam. Sən mənə de, nə yeyim? Dedik ki, faydalı nəticə etmək üçün orqanlar sistemi müvəqqəti olaraq birləşirdi e, və o funksional sistem adlanırdı. Bu kim tərəfindən öyrənilib? İntellekt. Tamam. E, Sən mənə de, nə yeyim? İbtidai bir hüceyrəli qamçılılar kimlərə başlanğıc vermiş hesab olunur? Bitkilərə, göbələk, heyvanlara. Tamam, aydındır. İnsanın morfofizioloji dəyişiklikləri. İlk addım nə idi? İlk addım dikilmə hesab olunurdu. Əsas addım isə əməli yaranması. Aha. Dik yeriməklə əlaqədar baş verən müsbət dəyişkənliklər nələr idi? Onurğanın esfara əyilməsi, döş qəfəsinin yanlara doğru sıxılması, ayağın taxtakilli olması, beyin şöbəsinin üst şöbəsindən böyük olması, bir də əllərin əmək alətinə çevrilməsi. Tamam. Sən mənə de, bəs dik yeriməklə bağlı olan mənfi dəyişkənliklər nələr idi? Doğuş prosesinin çətinləşməsi, ayaqlarda varikoz damar genişlənməsi, bir də hərəkətdə sürətin məhdudlaşması. Aha. Tamam. Başlayaq səndən sinir sistemi. İnstinkt nə idi? Mürəkkəb anadan gəlmə mürəkkəb reflekslərin ardıcıllıqla icra olunması. Düşüncəli fəaliyyət. Əşyalarla hadisələr arasında əlaqə qurmaq. Aha. Düşüncəli fəaliyyətin ali forması nə oldu? Mücərrəd təfəkkür. Morfologiya. Morfe forma deməkdir, orqanizmin daxili və xarici quruluşunu cəmini öyrənir. Tamam. İnsan fiziologiyası. Fizik təbiət deməkdir, o da əşyalarını öyrənir, insanın orqanlarının həyat fəaliyyətini öyrənir. Tamam. Ee, tamam. Bu insan fiziologiyası tamam aydındır. Sən mənə de, ilk dəfə sinir hüceyrəsi kimdə oldu? Bağırsaq əmələ gəlib, səpkili və yaxud da diffuz sinir sistemidir. Aha. Tamam. Ee, Sütunlu sinir sistemi kimdə idi? Yastı qurdlarda. Yastı qurdlarda olmuş, oldu. Tamam. Düyünlü sinir sistemi, Əgəv qurdlarda. borulu sinir sistemi, Ordallarda. tonometrlə nəyi ölçürdülər? Qan təzyiqi. Tamam. Spirometr, Ağciyərin həyat tutumu. tamam. Elektrokardioqramma, Ürəyin biocərəyanı. tamam. Elektroensefaloqraf, Beynin biocərəyanı.
Tamam. Gigenos sözünün mənası nə idi? Sağlam. Sinir sistemi sinir toxumasından təşkil olunub, əmələ gəlib deyirdik. Bəs sinir toxuması dediyimiz şey nə idi? Nə anlayırıq burada? Sinir toxuması neyron və peyk hüceyrələrin cəmi. Aha. Bunlar arasında belə deyək, nə cür bir çoxluq azlıq təşkil olmuşdu? Peyk hüceyrəsi neyronlar nə qədər çox idi? 10 dəfə çox idi say baxımı. Tamam. Sinir sistemi neçə yerə bölündü? 2 yerə mərkəzi sinir sistemi, periferik sinir sistemi. Aha. Eee, baş beynin dedik müxtəlif şöbələrindən neçə cüt sinir çıxacaq? 12 cüt. Aha. Onurğa beynindən nə qədər sinir çıxırdı? 31 cüt qarışıq sinir. Aha, tamam. Sən mənə de nəyi? Neyron mitoz bölünmə keçirirmi? Xeyr, Regenerasiya qabiliyyəti varmı? yoxdur. Sentrosomu varmı? Ha, eşitmədim. Yoxdur mənim sintrosomum. Sentrosomu yoxdur. Tamam. Aydındır. Sən mənə de nəyi? Bunlarda DNT redukasiyası, yəni kiləşməsi varmı? Xeyr, Tamam. Aydındır. Neyronlar. Neçə cür neyron oldu? 3 cür hissi neyron, hərəki neyron, ara neyron. Aha, hissi neyron deyəndə nə anladıq? Harada yerləşirdi? Hissi neyronun cismi mərkəzi sistemindən kənarda yerləşir, yəni sinir düyünlərində yerləşir. Aha, Duyğu neyron. ara neyron. Ara neyronu həm cismi, həm də çıxıntıları mərkəzi sinir sistemindən kənara çıxır. Hərəki neyron. Neyronda cismi və dendritləri bir yerdə maddəni əmələ gətirir. Baş beyin və onurğa beynin bozma. Tamam. Sən mənə de nəyi? Ee, sən mənə de nəyi? Deyə bilərsənmi? Peyk hüceyrələrinin funksiyalarını. Peyk hüceyrələr neyronlarla kapilyarlar arasındakı boşluqları doldurur. Həm də qoruyucu, qidalandırıcı, dayaq kimi funksiyalar yerinə yetirir. Amma əlavə olaraq 5 dənə funksiyası da vardı onda. Ehtiyac yoxdur, yox. Ehtiyac yoxdur. Sən mənə de, yerinə yetirdiyi funksiyadan asılı olaraq 3 növ var idi sinirlərin. Hansılar idi? Hissi sinirlər, hərəki sinirlər, qarışıq sinirlər. Aha. Sən mənə de, hissi neyronun cismi harda olacaq? Hansı sinir sistemində? Mərkəzdə, periferik. Deyirəm ki, hissi neyronun cismi harda olacaq? Mərkəzi sinir sistemindən kənarda. Asla, mərkəz sinir sistemindən kənarda. Tamam. Yəni periferik sinir sistemində olmuş olacaq. Necə ki şəkil çəkirdim ha, insan barmağının məsəl üçün belə deyək, hər hansı bir qızığa toxundurması nəticəsində və yaxud da hər hansı bir nahiyəyə fərqi yoxdur. O nədir? Həmin sahə oldu bizim nəyimiz? Reseptor sahəmiz oldu da. Burada həmin belə deyək, həmin bu qızığın yaranması anında qızığı qəbul edən həmin reseptor sahədə e, artıq oradan qızıq hissi neyronların e, yerləşdiyi həmin o dendritlər vasitəsilə qəbul ediləcək. Daha sonra müəyyən hissədə bunun cismi yerləşəcək. Daha sonra isə artıq aksonu uzanaraq gəlib mərkəzi sinir sisteminə neyləmiş olacaq? Daxil olmuş olacaqdır. Və burada gələn zaman həmin akson neynirdi? Sinaps yaradırdı və qızığı ötürürdü ara neyrona. Ara neyron yenə də eyni şəkildə dendrit tərəfindən qəbul edirdi. Sonra cisim, akson, akson nəhayət bir də ötürürdü nəyə? Hərəki neyronun dendritinə, yenə hərəki neyronun dendritindən cisim, sonra akson və akson artıq bir hissəsi mərkəzi sinir sistemində olurdu. Digər hissəsi artıq oradan çıxıb gəlirdi hara? Həmin bu işçi orqana. Çünki artıq proses analiz edilib. Artıq bildirilib ki, sən barmağını çək, yoxsa saxla, lap üzərindən bas həmin şeyin. Yəni belə. Tamam. Sən mənə de, nəyi?
Düzdür, danışdıq, amma yenə də olsun. Sən mənə de, hissi neyronun aksonu harda oldu? Hissi neyronun aksonu periferik sinir sistemində. Aha. Sonra? Mərkəzdə də var, yalnız aksonu var amma mərkəzdə. Gəlsələr yox. Hə də aksonu soruşuram zaten mən. Həm mərkəzi, həm periferik sinir sistemində. Tamam. Ara neyronun cismi? Periferik sinir sistemində yoxdur, mərkəzi sinir sistemindədir. Aha. Hər iki neyronun aksonu? Həm periferik sinir sistemində var, həm də mərkəzi sinir sistemində. Tamam. Sən mənə de, refleks nə idi? Refleks mənası refleks sözünün Aha. Hə, Xədicə. getmişdi mənim. Refleks qıcığa cavab deməkdir. Tamam. Ee, de görüm, refleks termininin elmi izah kim tərəfindən verildi buna, refleksə? Başqa tərəfindən. Tamam. Ee, kim bəs təcrübə baxımından izah etdi bunu? Seçenek. Tamam. Neçə cür refleks var idi? İki növ sadə mürəkkəb. Aha. Tamam. Sadə refleks, mürəkkəb refleks. Burada hansında neçə neyron iştirak etdi? Mürəkkəb refleksdə 3 neyron, sadə refleksdə 2 neyron. Refleks qövsünü saysaq neçə hissəli oldu? 5 yoldan ibarətdir. Bir reseptor sahə, hissi yol, mərkəzi sinir sistemi, hər iki yol, işçi orqan. Tamam. Sən mənə de, nəyi? Avtonom sinir sistemi haqqında. Avtonom sinir sistemi simpatik və parasimpatik sinirlərdən ibarət. Aha, simpatik sinirlər və parasimpatik sinirlərin ümumi orqanizmə, orqanlara təsiri nə şəkildə idi? Simpatik sinirlər əksər orqanların işini sürətləndirir, həzmin işini ləngidir. Həzm orqanlarının, parasimpatik sinirlər isə əksinə həzmin işini sürətləndirir, digər orqanların əksəriyyətinin işini ləngidir. Aha, simpatik sinirlər göz bəbəyini genəldər yoxsa daraldar? Genəldir, Sidik hissəsinin divarını boşaldar, daraldar. boşaldar. Simpatik sinirlər sidik hissəsi divarlarını nə edəcək? Boşaltmış olacaqdır. Tamam. E, simpatik sinirlər adrenalin ifrazını artırır, azaldır. Adrenalin ifrazını artırır, Tamam. Ağız suyu ifrazını artırır, azaldır. artırır Ağız suyun ifrazını. və azaldır. Sağ. Bu da bir növ hardasa həzmlə əlaqəli olduğuna görə bu da nə eləmiş olacaq? Azalmış olacaq. Öd ifrazını gücləndirər, zəiflədər. Zəiflədir. Zəiflədər. Bilməm. Məndə şirəsi ifrazını məsələn azaldır. Ümumiyyətlə bunun parasimpatik sinirlərin, simpatik sinirlərin, mən simpatikləri soruşurdum da səndən, düzdür? Simpatik sinirin bununla bağlı təsiri yoxdur. E, sən mənə de nəyi? Tamam, Xədicə, səni çox yormuyum. Baş beyindən neçə cür sinir çıxdı dedik? Amplizid. Neçə cür hərəkət, neçə hissi, neçə qarışıq idi? 3 cüt hissi, 4 cüt qarışıq, 5 cüt hərəkət. Tamam. 10 cüt Aha, bir cüt azan sinir. Dedik ki, azan sinir neçənci cüt sinir idi? asansör. Bilməm. 10-cu cüt sinir olurdu azan sinirimiz. Bu sinirin normalda bunun haqqında belə deyək də bir hocamızın testində sual var idi.
Bu sinir normalda onurğa beyninə aid olan bir sinirdir. Sadəcə adından da göründüyü kimi azan sinir olaraq götürülür. Hansı ki onurğa beynindən çıxıb gəlib baş beyinə daxil olub, sonra təzədəndən çıxır, bir də gəlir həmin bu belə deyək də dövriyyəyə, ümumi bədənə. Bu şəkildə normalda yəni test üzərindən gedəndə biz bunu nəyi onurğa beynin siniri kimi götürürük. Yəni 31 cüt dediyimiz şey sinir olur nə qədər? 32 cüt. Burada da baş beyində olan 12 cütüm azalır olur nə qədər? 11 cüt. Amma indiki test belə deyək, formatında indiki dərsliyə uyğun olaraq qəbula uyğun olaraq biz bunu yenə də elə 12 cüt sinir baş beyin, 31 cüt siniri də onurğa beyindən çıxırmış kimi qəbul edirik. Tamam. Tamam. Beyin neçə hissəli oldu? 3 hissəli: arxa, orta, ön. Tamam. Orta beyin. Nə deyərək bu haqda? Orta beyin gərginlik və tonusu tənzimləyir, həm də istiqamətə qarşı səmtlikdə Hı -hı. Ənsə payı. görmə nahiyəsi, Gicgah. eşitmə, Təpə. dəri əzələ, bir də dad hissi. Tamam. Meningitin törədicisi nə oldu? Həm bakteriya, həm virus. Tamam. Qrip. Virus. Nə idi? Fəsadı nə idi meningitin? Meningit iltihab baş verirdi. Tamam. İltihab baş verirdi. Beyin qışalarının iltihabı baş vermiş olacaqdır. Nəqliyyatçı yolları zədələyən hansı oldu? Grip. Tamam. Sən mənə de, ifrazat sistemində nəyi? Bitkilərdə ifrazat prosesinə nələr misal göstərərik? Yarpaqlarını tökməklə, yəni xəzanla, sonra buxarlanma ilə, Aa, transkripsiya ilə. tamam. Sən mənə de, nəyi? İfrazat məhsullarından ən zəhərli olan hansı oldu? Ammonia. Tamam. Balıqlarda ifrazat məhsulu nə oldu? Ammonia. Suda qurda yaşayanlarda, Didik çöpəli. quşlar, Didik turşusu. cücülər. Didik turşusu. Tamam. İlk dəfə proteinefridial tipdə ifrazat sistemi kimdə oldu? Qurdlarda, yastı qurdlarda. İlk dəfə metanefridi Hərgəvi qurdlarda. hansı dövrdə yarandı bunlar? Protezoida. İlk dəfə börək Silurda, mollyuskalarda. tək idi, cütü idi. Tək böyrək yarandı birinci göl ilbisində, sonraki nümayəndələrdə cüt böyrək də var idi. Aha, anadonta və kalmarda artıq cüt börək idi. Tamam. Aydındır. Malpighi boruları, pi cisimcikləri dediyimiz. Həşəratlarda, yəni cücülərdə. Tamam. Pi cisimciklərin başqa nə funksiyası var idi burada? Ehtiyat qida maddəsi toplayırdı mərhələsi üçün. Pup və yumurta mərhələsi üçün olurdu. Tamam. Yaşıl vəzlər. Xərçənglərdə Aha, nə qədər idi? bir cüt. Tamam. Aydındır. Sən mənə de, nəyi? Bağırsaqlar nələri xaric edəcək? Su və suda olmuş maddələri, sonra həzm olunmayan qida qalıqlarını, Tamam. Tərvəzləri. pərvəzləri, suda olmuş mineral duzları çox az miqdarda sidik cəvhərində tər şəkildə ifraz edə bilər. Aha. Eee, tamam. Böyrək neçə qatlı oldu? 2 qat, qabıq qatı, beyin qatı. Tamam. Eee, sən mənə de, bir dəqiqədə nə qədər qan gəldi böyrəyə? Böyrəyə 0,5 idi, Ay, böyrəklər böyrəklərə isə 1 litr olmuş olacaq. Tamam. Aortaya vurulan qanın nə qədər hissəsi idi bu? 5də 1 hissəsi. Deməli, aortaya nə qədər qan vuruldu bir dəqiqəyə?
5 litr. Ay sağ ol. Tamam. Sən mənə de, ilk sidik harda yarandı? Qədər bənzər kapsulda. Tamam. Börək borcuklarının uzun olması səbəbi nə idi? E, uzun olmasının səbəbi Aa, keçən səfər bundan öncəki hətta hazırladığımız sınaqda da bununla bağlı sual salmışdıq. Yadındadırsa. Börək borcukları həmin daha uzun olan, orta və qısa olanlar. Bu nə idi? Uzun olması nədir? Bax, həmin hissədə nə baş verir? Eynən qol, helin ilgəyi, qalxan qol. Bu hissələrdə helin ilgəyini çıxart, digər hissələrdə nə baş verirdi? Mübadilə və həmçinin geriyə sorulma baş verir də, düzdür? Hə, deməli, sorulmanın daha çox getməsi üçün borcuqların uzun olması lazım idi. Bu da onu həmin quraqlıq şəraitdə daha rahat yaşamasını təmin edirdi. Tamam, sən mənə dedin ilk sidik harda oldu? qədər bənzər kapsulda. Tamam. İlk sidiyin tərkibi. Qan plazmasına yaxındır. Qan plazmasına yaxındır, bildim. Nə var, nə yox. Yəni amid turşu ilə qlükoz ola bilər, amma digər zülallar, fermentlər, yağlar ola bilməz. Tamam. Tamam. Aydındır. Sən mənə denən görüm, ya da demə. Qoy bu sürpriz qalsın hazırladığımız sınaqda. Belə deyək, çünki bunu dərsi paylaşanda artıq sınaqda verilmiş sualın cavabı bilinmiş olacaq. Ona görə də elə sən də bilmə, qoy izləyən də bilməsin. Baxa görək necə edəcəklər. Sən mənə de eksidik nə qədər oldu? 150-170. Aha, sutka ərzində bəs nə qədər qan keçdi börəklərdən? 1500-1700 litr. Aha, son sidik nə qədər oldu? 1.5. Neçə yaşa qədər qeyri-iradi olurdu, sonra iradi olurdu sidik ifrazı? 2-3 yaşa qədər qeyri-iradi, sonra iradi. Aha. Tamam, tamam. Sidik hissəsinin həcmi nə qədər oldu? 500 ml. Nə qədər dolanda sidiyə getməyə ehtiyac duyuruq? 1/4 hissəsi. Son sidik harda oldu? E, Nazuqlarda. Qıvrım kanalcıqlarda olmuş oldu. Tamam, qıvrım borcuqlar belə də deyə bilərsən. Sən mənə de, nefron sayı nə qədər oldu? Hər börəkdə 1 milyon. Ə, tamam. Neçə bədən boşluğunda oldu bu? 2 bədən boşluğunda qarın çanaq. Tamam, aydındır. Başqa nəyi soruşmadıq? Nə qaldı? Endokrin sistem. Endokrin sistem. Ha, tamam, tamam. Olsun. Endokrin sistem. Hadicə. Vəzlər neçə qrupa bölündü dedik? 3 qrupa daxili, xarici qarışıq. Daxil nədir, xarici nədir, qarışıq nə oldu? Nə idi yəni? Daxili axacaqları yoxdur, birbaşa qana ifraz edir maddələrini. Bu da hormon adlanır. Xaricinin axacaqları var, ya orqan boşluqlarına, ya da birbaşa dərin səthinə ifraz edir. Qarışıqda hər iki funksiyanı yerinə yetirir. Aha, tamam. Efiz haqqında nə deyirdik? Epifiz üst beynin artımıdır. İki hormon hazırlayır, melatonin və serotonin. Vaxtdan əvvəl cins yetişkənliyin qarşısını alır, həm də bioloji saat rolunu oynayır melatonin hormon. Tamam. Harda yerləşdi? Ara beynin, yəni kəllə qutusunda. Ay sağ ol, kəllə tutusunda olmuş olacaq. Tamam, hipofiz. Hipofiz də orada yerləşir. İki hissədən ibarətdir. Ön pay və arxa pay. Ön pay hormonu hazırlayır, arxa pay isə hormonun təsirini azaldır. Ön pay hormonu somatotropindir. Sümüyün, əzəlinin və orqanların böyüməsini təmin edir.
Tamam. Sən mənə de qalxana bənzər vəz haqqında. Qalxana bənzər vəz e, hazırladığı hormon, yox, bir dəqiqə. Qalxana bənzər vəz bu hissədə yerləşir. Yəni qırxlağın yanlarında, boğazda, bir də nəfəs borusunun ön hissəsində yerləşir. E, 20-40 folikuldan ibarətdir. Onların içərisindəki maye sayəsində hormonun hazırlayır. Hazırladığı hormonlar tireoksin, tireotironin, bir də tireokalsitonindir. Fəaliyyəti üçün hansı maddə lazımdır? Yod lazımdır. O da bizə su və yaxud da hava yolu ilə daxil Tamam. olmalı. Hiperfunksiyası zamanı nə oldu? Həm yaşlılarda, həm də uşaqlarda bazidov xəstəliyi. Əlamətdə nə idi? Bazidov xəstəliyində maddələr mübadiləsi, oksidləşmə prosesləri sürətlənirdi, bədən temperaturu artırdı. Tamam. Sən tamam aydındır. Kretinizm. Kinizm uşaqlarda baş verirdi, hipofunksiyası idi. Kəmağıllıq, eybəcərlik, bir də cırtdan, yəni kiçik boyun. Miksedema. Miksedemada orta yaşlı insanlardakı hipofunksiya. Tamam. Sən mənə de qalxamazə ətraf vəz. Paratormon hazırlayır. 4 dənədir sayı, düyü boyda olur. Paratormonda kalsiumun qana keçməsini sürətləndirir. Kalsitonin və paratormon kalsiumla bağlı təsiri necə oldu indi? Bir-birinə Əks olmuş oldu. Antagonist olmuş oldu. Nə qədər idi qalxan və ətraf vəzin sayı? 4 dənə. Timus haqqında nə deyərik? Timus başqa bir adı çəngələ bənzər vəzdir. Timozin hormonunu hazırlayır. İnfeksion xəstəliklərə qarşı limfositlərin sayını artırır. Sonra böyüdükcə ölçüsü kiçilir. Tamam, sən mənə de böyrəküstü vəz. Böyrəküstü vəz 2 hissədən ibarətdir. Beyin qatı və qabıq qatından. Qabıq qatın hormonlarına kortizon, hidrokortizon və digər hormonlar aiddir. Bunlar zülal karbohidrat mübadiləsini sürətləndirir. Beyin qatı hormonlarına isə adrenalinlə noradrenalinə. Tamam, sən mənə de nəyi? Mədaltı vəz. Qarşılıq sekresiya vəzsidir. İki funksiyası var. Həm xarici sekresiya vəzsi kimi, həm daxili kimi. İkisini də deyim. Xarici sekresiya vəzsi olaraq nə hazırladı? Xarici sekresiya vəzsi olaraq apacağı olanlar, yəni 12 barmaq bağırsağa həzm fermentləri hazırlayıb ötürür. Hansılar? Amilaza, lipaza, tripsin. Tamam. Sən mənə denən nəyi? Qlukozuriya nə idi? Qanda qlikozamik qatılığının 944, 999-dan çox olması. Qan şəkəri norması nə qədər olmalı idi? Şəkərin norması 666. 666 ilə dedik normal şeyi 120-nin 70-ə bu şəkildə deyirik. Qram millimol bölünsün litrlə də deyirik. Qan şəkərinin qatılığı 666 mol böl litrdən çox oldusa, çox oldusa. Hə, bu artıq hiperqlikemiya adlandı. 3,59-dan az olması isə hipoqlikemiya adlandı. Amma 666 ilə 3,59, %59 arasında olması nədir? Bu artıq normaldır. Tamam. Aydındır. Sən mənə de toxumluq yumurtalıq hansı sekresiya vəzləridir bunlar? Işıq sekresiya vəzləri. Xarici sekresiya vəzsi olaraq nə hazırlayacaq yumurtalıq? Yumurta hüceyrə. Bəs toxumluq Spermatozoid. hansıdır bədən boşluğundan kənarda olan? Toxumluq. Tamam. Bunun da səbəbi həmin spermatozoidlərin mövcud bədən temperaturuna belə deyək, dözüm gətirməməsi idi. Ona görə bədən kənarında xüsusi kisələrin içərisində yerləşirdi və nisbətən orada olan temperatur bədən temperaturundan biraz daha aşağı olur. Belə. Ona görə də deyirlər ki, nədir? Kişi, yəni erkək olan fərdlərin
çox geyindirməyin, basırıq etməyin bu şəkildə. Yəni çox istilik e, yaramır yəni. Spermatozoidlərin məhvinə gətirib çıxarır. Hətta spermatozoidlərin sperm faizin hesablanması zamanı mən qeyd etmişdim. E, Laboratoriyada biz qoyanda Petri qabının içərisində nümunəni termostatın içərisinə e, təxmini bir 40 dəqiqə müddətində təsir edəndə temperaturla e, artıq ona mikroskopik baxış keçirdərkən görürsən ki, nədir? Həmin spermatozoidlərin aktivliyi artıb, hərəkət aktivliyi artıb. Təbii ki, yəni ümumi orqanizm əgər sağlamdırsa, varsa həmin spermatozoidlərin orada hərəkətliliyi, biraz temperaturla o nə oldu? Daha da aktiv vəziyyətə gəlmiş olur. Belə, bu da onun temperaturdan təsirləndiyini göstərir. Tamam. Belə, Xədicəm. Bu qədər dərsimiz. Təşəkkürlər.